Salam uşaqlar, ümidvaram hər biriniz yaxşısınız. Bugün sizinlə blok imtahanı üçün seçdiyim suallar, artıq 3-cü hissəni çəkirəm. Burada suallar biraz çoxdur, hardasa 50-yə yaxın sual var. Ya hissə izah edib paylaşacağım, ya da bir dəfəlik izah edib paylaşacağım. Ümid edirəm vaxtın, müddətin biraz uzun olması sizi narahat eləməz. Axıra qədər, sona qədər baxarsınız. PDF-i Telegram kanalında artıq paylaşmışam. PDF-i oradan əldə edə bilərsiniz. Link isə yorum hissəsinə qoyacağam. Oradan daxil olarsınız. Əgər alınmasa mənə yazarsınız. Mən sizə PDF-i göndərərəm. Testi işləyərsiniz. Eləcə də bloka düşmüş mövzular üzrə testlər də yenidən seçib hazırlayıb paylaşıram. Telegramda onu da əldə edə bilərsiniz. Hər hansısa bir mövzuda çətinliğiniz varsa, funksiya olsun, çevrə olsun, natural ədədlər olsun, onları blok suallarını işləyib özünüzün biliyini gücləndirə bilərsiniz. Zəifliklərinizi belə desək aradan qaldıra bilərsiniz. Yaxşı, başlayaq birinci sualdan. Deyir, tangens alfa və tangens beta ədədləri tənliyin kökləri olarsa ifadəsinin qiymətini tapın. İlk öncə bu testi yazanda yeniyəcəyik, bildiyimiz hissəni yazaq. Yəni burada x kvadratın əmsal 1 olduğu üçün, yəni çevrilmiş kvadrat tənlikdir. Onda biz köklər cəmini yaza bilərik. Köklər tangens alfa və tangens betadırsa, onda köklər cəmi buradan yazıram. Tan alfa tangens alfa üstə gəlsin tangens beta. Yəni köklər cəmi bizə neçə verməlidir? X-in yanında duran ədədin əksini, yəni müsbət 3 kök altında 5. Bir də aşağıdan yazıram kökləri hasil. Tangens alfa vurulsun tangens beta. Bu da bərabərdir. Sərbəst ədəd verəcək, yəni 2-ni. Sonra biz tangens alfa plus beta'nın açılışını yaza bilərik. Onda biz bu ifadəmizi gəlin belə yazaq. 3 vurulsun kotangens alfa plus beta'nı yazaq bu şəkildə. 3 vurulsun kotangens tangensin tərsidir da, düzdür. Onda olacaq, biz belə yazaq. 1 bölünsün tangens yazaq. Tangens deməli alfa plus beta şəklində yazaq. Çünki tangensin tərsi yenidən kotangens verəcək. Burada olacaq 3 vurulsun. Deməli yazırıq nə? 1 bölünsün. Tangens alfa plus beta'nın açılışları necədir? Tangens bir dəqiqə. Tangens alfa üstə gəlsin. Tangens beta bölünsün. 1 çıxılsın. Tangens alfa vur. Tangens beta. Bu da bərabərdə olacaq. 3 vurulsun. 3 vurulsun. 1 bölünsün. Tangens alfa plus beta bizə 3 kök altında 5 verirdi. 1 çıxılsın. Tangens alfa vur tangens beta da bizə 2 verirdi. Yəni 1 çıxılsın 2 şəklində olacaq. Bu da bərabərdir. Yenidən yazıram. 3 vurulsun. 1 bölünsün. 1-dən 2 çıxanda mənfi 1 eləyir. 3 kök altında 5-də mənfi 1-ə böləndə mənfi 3 kök altında 5 qalır. Buradan da mənfi 3 ilə 3 ixtisar olacaq. Qalacaq mənfi 1 bölünsün kök altında 5. Cavabda bu olmadığı üçün bunu da qoşmasına vursaq, yəni kök altında 5-ə vursaq, məxrəcdə 5, yuxarıda kök altında 5 qalacaq. Yəni doğru cavabımız olacaq A variantı. Yəni 3 vurulsun kotangens alfa plus beta bərabər oldu mənfi 5-də kök altında 5. Keçək ikinci sualımıza. Deməli ikinci sual deyir, A-nın hansı qiymətində funksiyası üçün f1 böyük olar 12. Deməli bizdən f1'i soruşursa funksiyada f1'i tapaq. Onda olacaq f1 bərabərdir. A vurulsun 1'in kvadratı. Üstə gəlsin 8 vurulsun 1. Üstə gəlsin 1. Buradan da bərabər olacaq A üstə gəlsin 9. Deməli bizim qiymətimiz nə oldu? A üstə gəlsin 9. İndi bizdə deyir nə olsun? 12-dən böyük olsun. Onda bunu böyük götürəm nədən? 12-dən. Bu tənliyi, bərabərsizliyi həll edilsin. Onda buradan da olacaq A böyükdür 9 sağa keçsə işarə dəyişəcək. 12-dən 9 çıxanda 3 qalacaq. Yəni A böyük olmalıdır nədən? 3-dən. Varmı belə cavab? Bəli. Olacaq nə? D variantı. Keçək növbəti sualımıza. Limit sualı. Deməli nə deyir? Deyir limiti hesablayın. Burada fikir versək ki uşaqlar, aparıb x-in yerinə x p-yə yaxınlaşır da, doğrudur mu? Aparıb x-in yerinə p yazanda burada 0 bölünsün 0 hal olur. Biz o zaman loptalla həll edə bilirik. Yəni sürət və məxrəcin törəməsini alırıq. Təbii ki, digər əvəz etmə üsulundan da eləmək olar, amma ən yaxşısı hal-hazırda loptaldır. Onda biz yazaq birbaşa bərabərdir. Limit aşağıdan yazaq sığışsın. Olacaq limit x yaxınlaşanda p-yə
surətin törəməsi, yəni 6 sinus x-in törəməsi bərabər olacaq. Bizdə 6 sabitdə olduğu kimi qalacaq. Sinus x-in də törəməsi bizə nə verir? Kosinus x. Deməli, surətdə yazıram 6 vurulsun kosinus x. Məxrəcdə də 2pi çıxılsın 2x-in də törəməsi. 2pi sabit ədəddir. 100,114 bu 0 olacaq. Bir dənə mənfi 2x-in də törəməsi eləyəcək nə? Mənfi 2. Məxrəcdə də olacaq nə? Mənfi 2. Bu da bərabərdir. Pi-nin qiymətini yerinə yazsaq, onda olacaq nə? 6 vurulsun kosinus pi bölünsün mənfi 2-yə. Bu da bərabər də olacaq 6 vurulsun kosinus pi, yəni 180 dərəcədə mənfi 1-dir. Burada da mənfi 2. Buradan mənfilər islah olacaq. 6-nı da 2-yə böləndə düşəcək neçə? Müsbət 3, yəni D variantı. Keçək 4-cü sualımıza. Deməli uşaqlar, biz bunu həll etmək üçün birinci tənliyi gəlin Viet teoreminə gətirək ki, daha asan olsun. Tənliyimizin hər tərəfini vuraq 2-yə. Onda bizim tənliyimiz olacaq bu şəkildə. X kvadratı çıxılsın 14x və üstə gəlsin 8 bərabər 0-a. Bizim tənliyimiz bu şəkildə qalsın. Keçək bizə verilən ifadəni sadələşdirək. Buradan yazıram loqaritma 2 əsasdan x1 çıxılsın. Burada 4-də 1 əsasını 2-yə gətirək də. 4-də 1-i yazaq. Loqaritma 2 üstündə mənfi 2 kimi yaza bilərəm. Bu 4-də 1-ə bərabərdə. Məxrəcə düşür kvadratı 4-də 1 eləyir. Mənfi o deməkdir, tərs. Daxildə də olacaq nə? x2-nin kvadratı. Bu da bərabərdir. Loqaritma 2 əsasdan x1 çıxılsın. Mənfi 2-ni qarşıya atsaq, olacaq mənfi 2 vurulsun. Loqaritma 2 əsasdan x kvadratı. Daha doğrusu burada tərsi çıxacaq bu arada. Mənfi 2-də 1. Bu da bərabər olacaq. 2 mənfi var. Mötərizəni atsaq burada. Müsbət olacaq. Olacaq loqaritma 2 əsasdan x1 üstə gəlsin. Burada qalır 2-də 1. 2-də 1-i də loqaritmanın daxilinə atsaq, olacaq nə? Loqaritma 2 əsasdan x kvadratın üstündə nə? 2-də 1. Bu da bərabərdir. Yekunda loqaritmamız olacaq. Loqaritma 2 əsasdan x1 üstə gəlsin. Loqaritma 2 əsasdan, buradan da qüvvət bir-birinə vuranda 2-nin 2-də 1 ilə x qalacaq. x2. Bu da bərabər. Toplayanda loqaritmalar nə olur? Loqaritma 2 əsasdan x1 vurulsun x2. Yəni onların hasili olacaqdır. Və biz də buradan x1 vurulsun x2-ni tapa bilərik. Yəni x1 vurulsun x2 Viet teoreminə əsasən sərbəst həddə, yəni 8-ə bərabərdir. Buradan da olacaq loqaritma 2 əsasdan 8. Bu da eləyəcək neçə? 3. Doğru cavabımız A variantı olacaq. Elə bildim, cavabda yoxdur. Keçdik 5-ci sualımıza. Bir funksiyasının qrafikində AB arasındakı məsafə 1 olarsa A parametrinin qiymətini tapın. Deməli, qəşəng sualdır. Uşaqlar, diqqətli olaq burada nədə? Yəni çətin sual deyil, sadəcə birazca belə desə fikirləşmək lazımdır. Burada biz bilirik ki, bu nöqtələr, x oxun kəsdiyi nöqtələr bizdə həmin funksiyanın kökləridir. Yəni x1, x2-dir də, belə düşünün. x1, x2-dir. Deməli, onda bunların arasındakı məsafəni tapanda normalda x2-dən x1 çıxmalıyam. Doğrudur mu? İndi modulda verdiyi üçün onda yazıram modulda AB, buradan yazıram modulda AB bizdə bərabər olacaq köklər fərqini. Yəni x2 çıx x1-ə. Bu da bərabərdir, bizə deyir nə verir? 1. Şərtdə bunu özü deyir. Onda mən x1, x2 köklərini digər tərəfdə necə yaza bilərəm? Bu tənliyi həll etmək üçün hər tərəfi kvadrata yüksəldirəm. Yoxsa moduldan azad eləyə bilmərik. Hər tərəfi kvadrata yüksəltsək, birbaşa yazıram, birində kvadrat. Burada olacaq nə? x1-in kvadratı çıxılsın birinci vuraq ikincinin 2 misli, yəni 2x1, x2. Bir də üstə gəlsin x2-nin kvadratı bərabərdir. Birinin də kvadratı 1 eləyəcək. Buradan biz yenidən elə bir formaya gətirməliyik ki, Viet teoreminə əsasən buradakı tənlikdən, funksiyadan biz istifadə edə bilək. Onda biz bunu bu şəkildə yazaq. x1 plus x2 və x1 vurulsun x2 ilə yəni ifadə eləməliyik də. Çünki biz burada ancaq onları tapa bilərik. Onda biz belə yazaq. x1 üstə gəlinsin x2-nin kvadrat. Birincinin kvadratı var. İkincinin kvadratı var. Burada əlavə nə yaranacaq? Üstə gələk birinci vuraq ikincinin 2 misli. Amma bizdə nə olmalıdır? Çıx 2x1, x2. Onda plus 2x1, x2-dən mən 4x1, x2 çıxsam, həqiqətən minus x1, x2 alınacaq. Yəni buradakı ifadəni mən atsam, burada yuxarıdakı ifadəni alacaq. Bir də bərabər birində özünü yazıram. Buradan gəlirəm tənliyin şərtinə funksiyamıza. Burada biz Viet'ə əsasən
x1 vurulsun x2 köklər asili bizə sərbəsəd verməlidir. Yəni -1 minus a verməlidir. x1 üstə gəlsin x2 də bizə nəyi verməlidir? X-in yanında duran ədədin əksini, yəni -p-ni verməlidir. Bu da bizdə nə olacaq? Müsbət 5. Aparıb bu qiymətləri yerinə yazıram. x1 plus x2 bizdə 5 idi. Kvadratı olacaq 25. Çıxılsın 4 vurulsun x1 x2 hasili bizə nəyi verirdi? Deməli -1 çıxılsın a verirdi. Bu da bərabər 1-ə. Buradan da tənliyimizi hesablasaq olacaq 25 çıxılsın. Buradan üstə gələk 4, üstə gələk 4a bərabər 1 olacaq. Buradan da 4a-nı tapanda olacaq 4a bərabərdir. 25 ilə 4 29, sağa keçirdəndə olacaq nə? -27. Buradan da hər tərəf 4-ə bölərik. A da bərabər olacaq nəyə? -7-yə. Yəni doğru cavabımız olacaq B variantı. 6-cı sual deyir, tənliyin kökləri cəmini tapın. Deməli uşaqlar, gəlin biz burada tənliyimizi sadələşdirək. Bax 1 bölünsün 4 üstü x-i yazaq. 1 bölünsün 2 üstündə 2x bərabərdir. 3 bölünsün 2 üstündə x və çıxılsın 2. Təbii ki, burada yəqin ki, bir çoxunuzun ağlına gəldi artıq. 2 üstündə x-a bir t deyib, ondan sonra yazmışaq daha sadə olar tənliyimiz. Onda biz yazacağıq belə. Burada kvadratı olduğu üçün artıq olacaq t-nin kvadratı bərabərdir. 3 bölünsün 2 üstü x t idi, elə t yazıram. Çıxılsın 2. Bunu da hər tərəfin t kvadratına vursaq, nə alınacaq bizdə? Burada alınacaq 1 bərabərdir. 3t çıxılsın 2t-nin kvadratı. Buradan da düzəliş eləsək, hər birini sola keçsək, olacaq 2t-nin kvadratı çıxılsın 3t. Daha doğrusu üstə gəlsin 1 bərabər 0-a. Buradan köklərini tapsaq, diskriminantla tapaq da V-ilə burada çətin alınan. Aslında burada əmsallar cəmi 0 eləyir. Köklərin biri mütləq ki 1 olacaq. Elə bir qayda var idi. O birisi də C böl A idi. Bəli, 1 böl 2 olacaq. Yenə də tapaq sizə görə. D bərabər B kvadrat 9 çıxılsın 4ac 4 vurulsun 2 vurulsun 1, bu da bərabər 8 eləyir. 9-dan da 8 çıxanda qalır 1. Onda buradan x1, daha doğrusu t1, o qədər x yazmışıq ki, o zaman -b böl 2a. Yəni -b buradakının əksi olacaq müsbət 3. Üstə gəlsin d bölünsün 2a. 2 dəfə 2 də 4 eləyir. 4-ə 4-ə böləndə 1, həqiqətən kökümüzün biri 1 oldu. Bir də t2-ni tapaq. T2 də bərabər olacaq. 3 minus 1 bölünsün 4. Bu da bərabər eləyəcəyinə 2-də. Bəli, dediyimiz kimi də köklər çıxdı. İndi biz burada belə bir əvəzləmə eləmişdik. Bunu t-yə bərabər eləsək, olacaq onda 2 üstündə x bərabər 1. Buradan x bərabər təbii ki də 0 çıxacaq. Bir də t bərabərdir. 2 üstü x bərabərdir. 2 üstü x bərabər 2-də 1. Buradan da x təbii ki nə çıxacaq? Bunu belə də yaza bilərik. Bilməyənlər üçün 2 üstündə -1 də yaza bilərik. Buradan da x bərabər nə olacaq? -1. Kökün biri 0 oldu, biri -1. Bizdən də cəmini soruşur. Təbii ki də 0 ilə də -1-in cəmi -1 eləyəcək. Doğru cavabımız olacaq D variantı. Keçək 7-ci sualımıza. Deməli deyir, radiusu 4, hündürlüyü 6 olan silindrin daxilini çəkmiş 4 bucaqlı piramid. Deməli uşaqlar, biz burada nə edəcəyik? Ümumiyyətlə piramidanın həcmi düsturunu yazaq. 3-də 1 S oturacaq, vurulsun H. Doğrudurmu? İndi bizə lazımdır 1 oturacaq, bir hündürlük. Hündürlüyümüz var. Sağ olsun verib. H bərabər 6-dır. Bir dənə bizə nə lazımdır? Oturacaq. Oturacağı necə tapacaq? Burada fikir versəz, radius neçədir? 4. Onda oturacaqdan bir bu tərəfə diagonal üzrə çəksək. Lap oturacağı buradan çəkək. Biraz böyük versiyasını. Bir də bunun ətrafında nə var? Dairə var da. Sadəcə oturacağı çəkdim uşaq. Təqribən kvadratdır. Və onda xaricində belə desək dairə var. Həmin dairə dərkin daha doğrusu çevrə düzgün olar. Aha. Radius neçədir? Burada radiusdur. Burada radiusda doğrudur. Xaricdən çəkilib. Radiusumuz 4'dür. Burada 4, burada 4. Onda ümumi uzunluğumuz neçə olacaq? 8. Bura yazıram 8. Bu da kvadrat olduğu üçün, çünki nə deyir? Deyir düzgün 4 bucaqlı. Yəni oturacağındakı fiqur düzgün fiqurdur. Bütün bucaqları və tərəfləri bərabər. Onda burada düz bucaqlı 3 bucaq var. Katet, daha doğrusu hipotenuz 8 olarsa, onda katet nə olacaq? 4 kök altında 2. Burada olacaq nə? 4 kök altında 2. Yenə deyirəm, kvadratdır və diagonaldır.
Tərəflər oldu 4 kökdə 2. Onda bizdə S oturacaq nəyə bərabər olacaq? Buradan yazıram. S oturacaq bərabər. Kvadratımızın tərəfi 4 kökdə 2-dirsə, bizdə düstur A kvadrat. 4 kökdə 2-nin də kvadrat 16 vur 2 eləyəcək neçə? 32. Onda bizdə həcm bərabər olacaq 3də 1 vurulsun 32 vurulsun 6-ya. Bu da bərabərdir 6 ilə 3 ixtisar gedir 2 qalar. 32-ni də 2-yə vuranda eləyəcək neçə? 64 yekun cavabımız. Keçək 8-ci suala. Deyir ABCD kvadratı daxilində elə K nöqtəsi götürülmüşdür ki, bizdə MK bərabərdir K, KD 15-dir, BM də MC bərabərdir. Deyir kvadratın sayısını tap. Deməli uşaqlar, burada şəkli yaxınlaşdırım, elə şəkil üzərində işləyək. Deməli, biz burada nə edəcəyik? Buradan gəlin hündürlüyü endirək aşağıya doğru. Yəni hündürlüyü endirək. Deməli, kvadratın tərəfinə 1 deyək A. Onda kvadratın tərəfi A-dırsa, burada 15-dir. Öz şərtdə verib AK 15-dir. Burada düzbucaqlı üçbucaq alınır. Bura tərəfi yarıya bölmüşdür. BM MC-yə bərabərdir. Onda burada A bölü 2, burada A bölü 2. Buradan da tən hündürlüyü endirdiyim üçün onda burada da olacaq A bölünsün 2-yə. Bir deyib uşaqlar, mən bunu biraz kiçildim. Çox qalın yazır. Onda burada da olacaq A bölünsün 2. Burada da olacaq A bölünsün 2-yə. Və burada bu hündürlük hissəsinə baxaq. Burada bizə 15 verilib. Ümumi hündürlüyümdə nə idi? Verilsək A. Çünki kvadratın tərəfinə bərabərdir. Kvadratın tərəfinə A demiş. A-dırsa, onda buradan bura qədər 15 isə, ümumi A-dırsa, onda bu hissə qalacaq nə? A çıxılsın 15. Yenə deyirəm, ümumi uzunluq A-dır, burada 15-dir. Onda ümumi uzunluqdan 15-i, yəni bu hissəni çıxaram, qalacaq nə? Bu hissə, hündürlük hissəsi. Onda bizdə də hündürlük oldu, digər katetimizdə oldu. A çıxılsın 15, o birisi katet oldu, A bölünsün 2. Hipotenuz da oldu 15. Onda biz Pifagor üçlüyündən istifadə etsək, onda yaza bilərik ki, A çıxılsın 15-in kvadratı üstə gəlsin A bölünsün 2-nin kvadratı bərabərdir 15-in kvadratına. Buradan da açılış yazsaq olacaq A kvadratı çıxılsın 30A üstə gəlsin 225 üstə gəlsin A kvadratı bölünsün 4-ə. Bu da bərabər 225 eləyəcək. Buradan 225'lər hər tərəfdən islah olacaq. Burada qalır nə? A kvadrat çıxılsın 30A. Dəqiqə, bunu düz yazaq. 30A üstə gəlsin A kvadrat bölünsün 4 bərabər 0-a. Buradan hər tərəfin 4-ə vursa olacaq 4A kvadrat çıxılsın 120A-ya. Bir də üstə gəlsin A kvadrat. Hər tərəfin 4-ə vurdum. Bərabər 0-a. Buradan toplayanda olacaq 5A kvadratı çıxılsın 120A bərabər 0. Buradan hər tərəf 5-ə bölsək olacaq nə? A kvadratı çıxılsın 120 də 5-ə böləndə 24 qalır. 24A bərabər 0-a. Buradan A-nı da ortaq vurux kimi çıxarsaq qarşıya qalacaq A çıxılsın 24 bərabər 0. Bu tənliyi də həll etsək, ayrı da 0-a bərabər götürəndə A bərabər 0 olur. Bir də A çıxılsın 24 də bərabər 0 eləyəndə A bərabər 24 olur. Təbii ki, kvadratın tərəfi 0 olmaz. Götürəcəyik A 24, yəni tərəfimiz A idi. Onda olacaq S bərabər A-nın kvadrat, yəni 24-ün kvadratı bərabər eləyəcəyinə 576-ya. Yekun sahəmiz oldu bu şəkildə. Keçdik növbəti sualımıza. Biraz vaxt təbii ki uzun olacaq uşaqlar. Ümid edirəm bu sizin üçün problem deyil. Yəni blok suallarda, ağır suallarda sürətlə izah eləmək olmur. Çünki başa düşmədiyiniz hissə çox olacaq. Ona görə maksimum şəkildə həm sadə, həm də sürətlə izah eləyirəm. Deməli 9-cu sual bizə şərtdə deyir ABC paralleqramdır. YN və MF parçalar verilib. Onda gəlin belə yazaq. BM, MN, NC nisbətlər verilib bizə. Onda BM 2K-dırsa, buraya yazıram 2K, MN 8K götürək, NC-ni də 5K götürək. Doğrudur. Onda ümumi neçə K olacaq bu tərəf? 15K. Onda burada ümumi A-da 15K olacaq. Çünki qarşı tərəflər bərabərdir. Və bizə şərtdə deyir ki, AY, YF, FD. Yəni bunlar hər üçü bir-birinə bərabərdir. Onda 15-i bölərəm 3-ə. Hər biri olacaq nə? 5K. Burada yazıram 5K, burada yazıram 5K şəklində. Bir dəqiqə. 5K. Hər biri 5K olacaq. Düzdür? Deyir K, Y, F. Yəni bu üçbucağın sahəsi bizə verilir nə? 75. Yaxşı. Burada oxşarlıqla gedəcəyik uşaqlar. Deməli, oxşarlıq burada nə olacaq? Baxın.
Bu bucaqla bu bucaq bir-birinə bərabər olacaq. Doğrudur, çünki burada z alınır. Eyni zamanda burada da z alınır. Yəni bu bucaqla bu bucaq daxili çarpaz bucaqlardır, bir-birinə bərabər olacaq. Burada qırmızı ilə işarələyirəm. Qırmızılar da bir-birinə bərabərdir. Burada zaten hər ikisi üçün ortaqdır. Qarşılıqlı, ortaq yox, qarşılıqlıdır. Yəni bir-birinə bərabər olacaq. Hər rəng öz bucaq bir-birinə bərabər olacaq. Burada da onda nisbətlər nə götürərik? Bu yaşlının qarşısındakı 8K yazıram, bölünsün. Bu yaşlının qarşısındakı 5K-ya nisbəti bərabərdir. Yuxarıdakını aşağıdakına böldükdə yuxarıdakı üç bucaq. Onda bunun sahəsinə bir S deyək. Bunun da sahəsi 75. Olacaq S bölünsün 75. İndi burada bir şey unutmayaq. Sahələrin nisbəti oxşarlıqda oxşar tərəflərin nisbətinin kvadratı idi. Yəni oxşarlıq əmsalının K-nın kvadratı idi. Burada təbii ki, tərəflərin kvadratını da yazacağıq. Buradan da hesablayaq. Olacaq 64 bölünsün 25. Təbii ki, burada K-lar ixtisar edir. 75 də çarpaz vursaq bura. Bərabər olacaq nəyə? S-ə. Buradan da 75 ilə bu ixtisar edir. 3 qalır. S də bərabər 64 3-ə vuranda 192 edirmi? Bəli. Yəni doğru cavabımız MNK oldu 192. Yəni burada yəqin ki, ehtiyac qalmadı. Uşaqlar oxşar hansı üç bucaqlar? Burada üç bucaq MNK ilə oxşardır. Üç bucaq biraz tez yazdım. Üç bucaq K, Y, F. Daha doğrusu burada bucaqların da adını düz yazaq. Burada K bu üç bucaqdır. K, Y, F, K, Y, F. Buradan da onda başlayacaq K'dan sonra uyğun bucaqlar eyni olmalıdır. N-dən bir də M. Belə yazsaq daha doğru olar. Keçik növbəti 10-cu sualımız nə istəyir bizdən? Deyir, funksiyasının qrafikinə əsasən K parametrini ala biləcəyi natural qiymətlərin cəmini tapın. Uşaqlar, burada diqqətli olmalıyıq nədən? Burada yəqin ki, bilirik. Sərbəst hədd Y oxun kəsdiyi hissədir və biz burada görürük ki, Y oxun harada kəsir? Sıfırdan aşağı, yəni mənfi hissədə kəsir də, düzdür. Onda sərbəst həddimiz nə olmalıdır? Mənfi olmalıdır. Yəni həmin qiyməti yerinə də yaza bilərik. Çünki Y oxu üzərində x-imiz sıfırdır. Burada f0-ı da hesablasaq, zaten nə olacaq? Mənfi olacaq. Yəni nəyə bərabər olacaq f0-ımız? Burada hər biri x-in yerinə 0 yazan 0 olur. Yəni 0 kubu 0 eləyəcək. Yəni yazmağa ehtiyac yoxdur. Qalır nə yekun olur? 5K minus 23. Və bu da nə olmalıdır? Mənfi olmalıdır. Onda bunu kiçik götürəm nə? 0-dan. Buradan da olacaq 5K kiçikdir müsbət 23. Buradan da K da kiçikdir. 23-ü də 5-ə böləndə 4,6 eləyir də, hə? Bəli. 4,6. İndi bizə K 4,6-dan kiçikdirsə olacaq nə? 4, 3, 2, 1, 0 və s. gedəcək. Bizdən natural soruşduğu üçün 4, 3, 2, 1 və bizdən də bunların cəmini soruşur. Bu eləyəcək 7, 9, 10. Cəm eləyəcək 10. Yəni doğru cavabımız olacaq A variantı. 10 oldu cavabımız. Keçirik 11-ci suala. Deyir, loqaritma x-dan A 6-dır, y-dən A 12 olarsa, x, y-dən A-nı hesablayın. Yəni uşaqlar, biz burada neyək? Görürük, burada əmsallar, belə desək, əsaslar 1x, 1y, yəni müxtəlifdir. Amma burada bunları yanaş yazırlar. Burada əmsalları yalnız bir şərtlə yanaş eləmək olar. Orada əmsallar, belə desək, nə olsun? Əsasda olmasın. Yəni əmsal deyirəm, əsaslar. Burada biz neyərik? Burada görürük ki, hər biri A-dır. Onda biz bu qaydadan istifadə edə bilərik. Məsələn, loqaritma A-dan B bərabərdir 1 bölünsün loqaritma B-dən A. Bu şəkildə yazacaq. Yəni yerlərini dəyişəcək. Bunun tərsini yazsaq olacaq ondan belə yazaq da. Loqaritma x əsasdan A bərabər 6-dırsa, onda 1 bölünsün loqaritma A-dan x bərabər olacaq 6-ya. Buradan da biz tapa bilərik ki, loqaritma çarpaz vursaq olacaq loqaritma A-dan x bərabərdir nəyə? 6-da 1-ə. Yəni yerlərini çarpaz dəyişdik. Bunda məxrəcində 1 var, deyil. Buradan eynisini digər üçündə yazıram. Olacaq loqaritma y-dən A bərabərdir 12-yə. Buradan onda olacaq 1 bölünsün loqaritma A-dan y bərabərdir 12. Buradan çarpaz vuranda loqaritma y əsas, daha doğrusu üzr istəyirəm, A əsasdan y bərabərdir 1 bölünsün 12-yə. Sonra digər tərəfdən nə edə bilərik? Bizə verilən ifadənin yenə tərsinə yazaq. Olacaq loqaritma x, y-dən A bərabərdir. Əslində bunları da toplaya bilərik. Fərqi yoxdur.
Eyni qiymət alınacaq yenə. Bax, istəyirsə elə yazaq, heç bunun açılışını yazmıyor. Bax, bu iki ifadəni toplasaq, yazıram buradan loqaritma a əsasdan x üstəcənsin loqaritma a əsasdan y. Bunlar toplayanda bir-birinə vuracaq, əsaslar eynidir. Olacaq a əsasdan x vurulsun y. Düzdür. Bu da bərabərdir. Bu cəm bizdə nədir? 6-da 1-dən 12-də 1-dir. Onda bərabər edirəm nəyə? 6-da 1, yəni qiymətlərin yerinə yazıram da 6-da 1 üstəcənsin 12-də 1. Bu cəm də bərabər eləyəcək 12-də 3 eləyir, hə? Bəli, 12-də 3, bu da eləyəcək 4-də 1. Deməli, x loqaritma a-dan x, y nəyə elədi bizdə? 4-də 1. Amma bizə lazımdır x, y-dən a. Onda biz bunu tərsinə çevirə bilərik. Onda qiymətimi yazıram. Loqaritma x, y-dən a-nı bizdən soruşur. Bu bərabərdir 1 bölünsün loqaritma a-dan x, y. Bu qiymətdə biz tapmışıq da a-dan x, y nəyə bərabər? 4-də 1. Onda olacaq 1 bölünsün 4-də 1 yazıram yerinə. Bu da tərsinə çevriləcək, olacaq 4. Yəni doğru cavab olacaq D variantı. Keçək 22-ci 12-ci sual. Deyir, diametri 6 və 8 olan qurğuşun kürəni əridib bir kürə düzəltdilər. Alınan böyük kürənin radiusunu tapın. Deməli, diametri 6 cm olan 8 dənə qurğuşun kürəni əridiblər. Deməli, uşaqlar, kürənin həcm düsturu ümumiyyətlə olacaq nə? 3-də 4 pi r kubu. İndi gəlin, bu 8 dənə kiçik kürə var idi. Gəlin, onlardan birinin həcmini tapaq. Diametri 6 verib, onda radiusumuz bizdə olacaq 3. Onda bizdə v kiçik kürə bərabər olacaq nəyə? 3-də 4 pi vurulsun r kubu, yəni 3-ün kubu, o da neçə eləyir? 27. Buradan da 3-ə böləndə 3-ün ixtisar gedir. 9 qalır, 4-də 9 eləyir, 36 pi. Deməli, bir dənəsinin həcmi oldu nə? 36 pi santimetrin kubu. Elə bunu da yazaq, santimetrin kubu. İndi bizdə neçə dənə idi? 8 dənə. Onda biz neyəcəyik? Yazıram v böyük kürənin həcmi bərabərdir 8 dənə kiçik kürənin həcminə. Niyə? Çünki bu 8 dənəsini əridib böyük almışdıq da. Bu 8 dənəsinin həcmi böyük kürənin həcmini verməli. Bu da bərabərdə olacaq 8 vurulsun. V kiçiyin həcmini də yerinə biz tapmışdıq 36 pidir. Bu da bərabər 8-də 8, 48, 8 yadıq 4 yadda 24, 288 pi santimetrin kubu oldu və böyük. Və bunu da mən bərabər edəcəm buradakı düstura. Bunu da bərabər edirəm 3-də 4 pi r kubuna. Buradan da radiusu tapacaq da. Buradan pilər ixtisar gedəcək. Onda burada olacaq r kubu bərabərdir. 288-i çarpaz 3-ə vurub 4-ə böləcəyik. Olacaq 288 vurulsun 3 bölünsün 4. Bu da bərabər 4-ə bölünəndə burada ixtisar gedir da. 4-ə bölünür da, bəli. 7, 2, 72 vur 3 qalır. Bu da neçə eləyir bizdə? 2 dəfə 3, 6, 21, 216. R kubu 216-dırsa, onda R-imizdə neçə çıxır? Nəyin kubu 216 eləyir? 6-nın. Deməli, böyük kürənin həcmi oldu nə? Radiusu 6. Daha doğrusu radiusu. Belə. Keçik 13-cü suala. Deməli, bizə sualda deyir, kvadrat verilib. CF6 verilənlər var və sonda nə soruşur? BY ilə YF-in cəmini. Deməli, uşaqlar, biz bu sualı iki üsulla yaza bilərik. Bir uzun üsulla, bir də qısa üsulla. Burada deməli, mən şəklin yenidən çəkəcəm bu hissəsini. Baxın. Deməli, burada yaxşı bir dənə bu çəkək. Deməli, bu bizim kvadratımız olsun. Daha doğrusu aşağıdakı 3 buzaq olsun. Bura A, bura B, bura Y hissəsidir. Bir də digər düz buzaqlı şu buzağı çəkək. Kiçik olanı. Amma burada Y, D, F'dir. Düzdür, bu buzaqda bu buzağı zaten bərabər. İndi gəlin bu üç buzağı burada 90-da. Bu kvadratın tərəfinə görə elə F'i D nöqtəsinin nəzərini simmetrik aşağıya köçürdək F nöqtəsini. Onda olacaq, hardasa D-ni buradan yazaq. Elə bu qədər gələcək. Həmin üç buzağı elə bil neynədir? Simmetrik olaraq aşağıya əydim da. Doğrudurmu? Onda buradakı məsafə 3 idi. Bura ümumi 6, 3-də bu 9 edir. Kvadratın tərəfi 9. Bura 9 yazıram abi. Bura 3 isə simmetrik aşağıya köçürdümsə burada 3 olacaq. İndi baxırıq hara? Buradan biz buranı birləşdirəcəyik.
Baxın, bu hissə ilə bu hissəni biz birləşdiririk. Burada nə alınacaq? Böyük düzbucaqlı üçbucaq alınır. Böyük düzbucaqlı üçbucaq alınır. Bura 3-dürsə, onda burada 3 olacaq. Onda bizdə ümumi uzunluq bura oldu 12. Digər tərəfdən burada elə AD də bizdə AD tərəfi nə idi? Ümumi kvadratın tərəfi də 9 idi. Onda burada olacaq yenə dəyişməyəcək. Olacaq nə? 9. İndi və biz nəyi tapırıq? BY YF. Bizə F'i bura köçmüşdü. Buradan da F yazıram. Onda BY ilə YF elə bizə ümumi nə olacaq? Hipotenuz olur da. Katetlər oldu 12 ilə 9. Hipotenuz da oldu 1x. Onda olacaq x kvadrat bərabər 12'nin kvadratı üstəgəlik 9'un kvadratı. Bu da bərabər 144 plus 81 eləyir. X kvadrat bərabər 225. X da bərabər eləyəcək neçə? 15. Yəni doğru cavabımız olacaq 15. Və yaxud da siz oxşarlıqla buradan 2 dənə oxşar düzbucaqlı üçbucaq var. Oradan tərəfləri tapıb yenidən kvadratı yüksəldib hipotenuzları tapıb toplaya bilərdiniz. İkinci üsul biraz uzun üsul. 14'lər funksiyasının təyin oblastını tap. Deməli, bizdə fikir versək görürük ki, həm məxrəclərdə, həm də kökün altındadır. Kökün altında olan ifadə mənfi olmamalıdır təbii ki. Və biz kökün altındakı ifadəni nə götürürük? Yəni 9 çıxılsın x kvadratını nə götürəcəyik? Böyük bərabər 0, yəni müsbət olmalı. İndi bizdə məxrəcdə olduğu üçün 0 da olmaz. Ona görə bərabər də götürmürük. Bu bərabərsizliyi həll etməliyik. Buradan olacaq 3 çıxılsın x və 3 üstə gəlsin x böyükdür 0-dan. Buradan köklər olacaq nə? Mənfi 3 ilə müsbət 3 aralıqlar şəklində yazar. İntervallar üsulu. 3-dən böyük qiymət verəndə burada mənfi alınır. 3-0 arasında və özləri də daxil deyil. Sadəcə halqıya alacam. Deməli 3 ilə mənfi 3 arasında 0 qoyanda burada mənfi eləyəcək. Daha doğrusu müsbət eləyir. Bir də mənfi 3-dən kiçik verəndə yenə mənfi olur. Bizə müsbət hissəsi lazımdır. Yəni hansı aralıq? Mənfi 3, 3 aralığı və bunların özləri də daxil deyil. Doğru cavabımız olacaq B variantı. Keçək 15-ci suala. Deməli uşaqlar, burada şəkli yaxınlaşdıraq. Burada nə edəcəyik? D ilə Y-ni ilk öncə birləşdirək. D ilə Y-ni birləşdirək. Onda bizdə şərtdə verilmiş ki, A-ya YC bərabərdir, düzdür. B-də də DC, yəni mediandır AD-də. Onda burada yarıya bölünür. Onda düzbucaqlı üçbucağın bu nə olur? 7, orta xətt. Onda bura 4.8'sin, onda 7 də bərabər nəyə? 2.4. Bura yazıq 2.4. Yəni burada oxşarlıq almaq üçün K-dan D-yə paralel, K-dan K nöqtəsindən keçən, A-Y tərəfini tutaq ki, bir M nöqtəsində kəsən düz xətt çəkirik. Bunlar da nə olacaq? Bir-birinə paralel. İndi biz burada oxşarlıqla eləyə bilərik. Onda götürə bilərik. Yəni çünki YKM YD-yə paraleldir. Onda bu bucaq təbii ki, bu bucağa bərabər olacaq. Buradakı bucaq bucağa bərabər olacaq. Onda biz buradakı üç bucaqları nisbətini yazsaq, olacaq KM bölünsün YD bərabər olacaq AK-nın da nisbəti AD-yə. Düzdür. AK-nın da nisbəti AD-yə nə verirdi? Bizə 2AK KD idi. Yəni bura x desək, bura 2x idi. Onda AK-mız x olsa, AD-miz ümumi 2x, x eləyəcək 3x. Yəni x-lar gedəcək, qalacaq nə? 3/1. Birbaşa yazıram 3/1. İndi biz bu nisbətlə bu nisbəti əlaqələndirməliyik. Onda yazıram KM bərabərdir. YD vurulsun. YD vurulsun nəyə? 3/1'ə. Bizdə YD-ni bayaq dedik ki, 2.4'dür. Buradan da 2.4 yazırıq. 3/1. Bu da eləcək nə? 0.8. Burada bir məsələ var. Biz KM-i tapdıq da, düzdür. Bizə amma KY lazımdır. Necə əlaqələndirərik orada? Onun koordinatlarını da yazmaq olar. Sadəcə belə biraz uzun getdi. Koordinatlar bəlkə daha asan olar. Bir dəqiqə uşaqlar, baxaq görək. Yəni koordinatlarla yazaq bir dəqiqə. Olmasa yenidən buna qayıdarıq. Çünki burada yenidən isbat eləmək lazımdır. KY KM-ə bərabər. Yaxşı, onda biz burada A-ya, baxın, A nöqtəsinə 1, 0, 0 kimi baxaq. Onda C nöqtəsi x 0 olacaq. B nöqtəsinə də bir deyək x, y kimi baxaq. Onda Y nöqtəsi ümumi bura x demişdiksə yarısı olacaq. Onda Y nöqtəsinə olacaq x bölü 2, 0. Yəni bu elə bir x ox üzərindədir də. Sonra D nöqtəsi olacaq x
Bu da buranın orta nöqtəsi olduğu üçün ümumi y idisə BC olacaq y böl 2. Bir dənə qaldı nə? K nöqtəsi. K nöqtəsi də olacaq ümumi x olacaq 2-nin 1-ə, daha doğrusu 1-in 2-yə nisbətində böldüyü üçün x olacaq x böl 3, y də olacaq y böl 6. Buradan da YK-nı tapanda bu da bərabər olacaq kökün altında. Burada x böl 2, x böl 3 fərqləri x böl 6 eləyəcək, kvadrat olacaq, üstə gələk. Bir də sıfırdan da y böl 6 çıxanda elə y böl 6-nın kvadratı olacaq. Yəni, burada işarə artıq fərqi yox. Bu da bərabərdir. Burada y-kümdə olacaq nə? X kvadrat böl 36 üstə gələk y kvadrat böl 36. Burada 36-da 1-ləri xaricə çıxarsaq qalacaq nə? 6-da 1 kök altında x kvadrat plus y kvadrat. Bu da bərabər olacaq nə? 6-da 1 vurulsun. Bura x demişdik, bura y. Kvadratları cəmdə bizə buranı verəcək də AB-ni. AB də bizə neçə? 4,8. 4,8. Bu da bərabər edəcək nə? 0,8. Yəni D variantı oldu 15-də. Keçdik 16-ya. 16-cı suala. Bizə nəyi soruşur? F -3-ü tapın. Burada kiçildək. Deməli, biz burada ilk öncə daxili hesablamalıyıq f -3-ü. F -3. Burada biz x-ları müqayisə eləməliyik. Yəni, burada x buradadır. İndi -3 burada hansı şərt ödəyəcək? -3 2-dən böyükdür, yoxsa kiçik? Kiçik. Kiçik olduğu üçün bu düsturuna gedəcək. Yəni, x kvadratına. Buradan da olacaq -3-ün kvadratı. Bu da eləyəcək 9. Deməli, f -3 9-sa gətirib yerinə yazanda onda olacaq f 9-u hesablamalıyıq. Burada artıq 9 2-dən böyük olduğu üçün ikinci düsturuna gedəcək. Yəni x plus 2 düsturuna. Onda burada x-in yerinə 9 yazanda 9 plus 2 eləyəcək neçə? 11. Doğru cavabımız olacaq 16-da A variantı. Keçək 17-yə. Deyir limit hesablayın. Limitini hesablayın. Burada gəlin qoşmasına vuraq bölək. Olacaq limit x yaxınlaşanda sonsuzluğa. Qoşmasına vurup bölsək nə alınacaq burada? Olacaq kök altında, biraz uzadaq, kök altında x kvadrat plus 4x plus 4 çıxılsın. Kökün altında x kvadrat plus 1 bəli. X kvadrat plus 1. Bir də bunu vuracaq nəyə? Qoşmasına. Deməli, kökün altında x kvadrat plus 4x plus 4 plus kökün altında x kvadrat plus 1. Bunu da böləcəm nəyə? Elə həmin qoşmasına. Vurdum. Eynisinə də bölməliyim. Olacaq x kvadrat plus 4x plus 4 plus kök altında x kvadrat plus 1. Bu da bərabərdir. A plus B, A minus B kimi basaq. Buna komple A kimi baxacaq. Buna da B kimi baxacaq. Bu da bərabər olacaq nəyə? Aşağıdan yazaq elə, çıxışsın. Olacaq limit x yaxınlaşanda sonsuzluğa. Deməli, yuxarıda olacaq birincinin kvadratı ilə x kvadrat plus 4x plus 4 eləyir. Çıxılsın. İkincinin kvadratı da elə x kvadrat plus 1 eləyir. Mötərizəni elə birbaşa açaq burada minus 1 yazaq. Aşağıda da yenə özü qalacaq. Olacaq x kvadrat plus 4x plus 4 plus x kvadrat plus 1. Bu da bərabərdir. Oldu limit yekunda. Buradan x kvadratlar islah olur. 4-dən də 1 çıxacaq. X yaxınlaşanda sonsuzluğa. Sürətdə olacaq 4x plus 3. Aşağıda da yenə özü olacaq x kvadrat plus 4x plus 4. Bir də üstə gələk x kvadrat plus 1. İndi biz bu limitin hər tərəfini dərəcəsi böyük olan x-a bölsək, onda burada olacaq nə? Bərabər yazıram. Limit x yaxınlaşanda sonsuzluğa. Burada hər tərəfini x-a böləndə burada qalacaq 4 plus 3 bölünsün x. Buradan da kökün daxilinə salanda x-i olacaq nə? X kvadrat bölünsün x kvadrat. Yəni x-i kökün daxilinə salanda kvadrat olur da. Burada qalır üstə gəlsin 4x bölünsün x kvadrat. Burada 1 eləyəcək də. Buna 1 yazın. Bir də üstə gəlsin 4 bölünsün x kvadrat. Üstə gəlsin burada da olacaq x kvadrat bölünsün x kvadrat. 1 eləyir zaten bu. Üstə gələk bir də 1 bölünsün x kvadrat. Bu da bərabər. Bu sonsuzluğa getdiyi üçün bunların hamısı nə olacaq? Sıfıra yaxınlaşır. Yəni 1 bölünsün x. X sonsuzluğa gedəndə nəyə yaxınlaşır?
sıfıra, yəni sıfıra bərabərdir. Burada məxrəcdə, surətdə bu da sıfıra gedir. Surətdə qalır 4, məxrəcdə də olur. Buradan da 1 çıxır, buradan da 1 çıxır. 1 plus 1 2 eləyir. 4-ü 2-yə böləndə olacaq yekun cavabımız 2. 17-ci sualda. Keçirik 18-də deyir, tənliyin kökləri cəmini tap. Deməli uşaqlar, burada bizdə 2 hal olacaq, 2 halı araşdıracağıq. 1, 1-in üstündə 0. Daha doğrusu istənilən ədəd üzərində 0 1-ə bərabər. Bir də 1-in üstündə istənilən ədəd yazılsa nəyə bərabər olacaq? 1-ə bərabər olacaq. Bu 2 hal araşdırmanı. Bir dəfə gəlin yoxlayaq nəyi? Buradan da məxrəcdə x-3 var. X fərqli olacaq 3-dən, çünki məxrəcdə 0 olmaz. X-in yerini 3 yaza bilmərik. Yəni kənar köklü. Deməli burada nə olacaq? Birinci üstündə 0 olsa, yəni bu 0 olsa, burada nə olur olsun artıq nə olacaq? 1-ə bərabər olacaq. Onda biz x kvadrat çıxılsın 11x plus 28-i bölürəm nəyə? X çıxılsın 3-ə bərabər edirəm nəyə? 0-a. Bu 0-a bərabər olsun qüvvət. Buradan da onda x təbii ki bunu yazıq əvvəldən. Onda bizdə köklər nə olacaq? X kvadrat minus 11x plus 28 bərabər 0 olmalıdır. Buradan x1 kökü vuranda 28 toplayanda 11. Elə 4 ilə 7 olacaq. x2 də bərabər 7-yə. Burada yerinə yazanda sadəcə nə alınır 4 qoyanda? Burada 4 çıxılsın 4 alınır. Qüvvəti də 0 olur. Elə bir 0 üstündə 0. Bu da qeyri-müəyyənlikdir. Ona görə bu kökü götürməyəcəm. Bir dənə 7 kökünü götürürəm. Gəlirəm digər tərəfdən x minus 4. Bu səfər dedim ki, bunun özü 1-ə bərabər ola bilər də. Modulda x minus 4 1-ə bərabər olsa, buradan da x minus 4 bərabər 1. Bir də x bərabər 5 olar. Bir də x minus 4 bərabər mənfi 1 olar. X də bərabər 3 olacaq da, düzdürmü? Bəli. Bizə deyirik ki, ən əvvəldən x-in yerinə yaza bilmərəm. 3 yaza bilmərəm də kənar kök. Burada da bizim kökümüz nə olacaq? 5. Bizdə də 5 ilə də 7-nin cəmi neçə eləyəcək? 12. Yəni doğru cavabımız olacaq C variantı. Və yaxud da kökləri aparıb yerinə yazıb çalışın yoxlayın. Bax, belə mürəkkəb məsələlərdir. Çünki hökmən 90% orada kənar kök olur. Yəni şərtimizi ödəməyən kök olur. Təbii ki, onu da biz götürməməliyik. 19 deyir. ABC düzcalı tutacağında AC verilib. Bura 5-dir. AB bizdə 13-dür. Onda CB 12 olacaq. Pifagor üçlüyünə görə deyir. O daxili çəkmiş çevrənin mərkəzidir. CD-ni bizdən soruşur. Burada indi biz necə taparıq CD-ni? Burada təbii ki, bu tən bölən olacaq uşaqlar. AD. Niyə? Çünki buradan perpendikulyar çəkərik. Həm bu xətlər, həm də bu xətlər bərabər olduğu üçün çevrə xaricindən götürmüş nöqtə orada tən bölən rolunu oynayır. Təbii ki, həm də mərkəz tən bölənlərin kəsişməsində olacaq. Onda biz tən bölən xassəsini yetirsək, CD-yə bir x desək, onda bura olacaq 12 çıx x. Onda olar 5 bölünsün x bərabər 13 bölünsün 12 minus x, yəni bu hissənin bu hissəyə, bu hissənin AC-nin də CD-yə nisbət. Buradan da çarpaz vuranda olacaq 13x bərabər 60 üstəcə çıxılsın 5x. 5x-i keçirdərik olacaq 18x bərabər 60-a. X də bərabər 60 böl 18. 6-ya ixtisar gedəcək 3, 10. Onda 3 elə bizdən də CD-ni soruşurdu. 10 böl 3 oldu. Keçdik növbəti 20-ci sualımıza. Deyir, sürəti 108 km/saat olan qatar uzunluğu 600 metr olan tuneli 36 saniyə keçir. Eyni qatar həmin sürətlə dayanacaqda dayanan sərnişinin yanında neçə saniyə keçər? Uşaqlar, birinci gəlin bunu biraz sadələşdirək. 108 kilometri neçə saniyə keçər? Metr bölünmüş saniyə gəlin çevirək. Onda olacaq kilometrin yerinə yazaq 1000 metr. Saatın da yerinə yazaq. Saniyə çeviriksə onda 3600 yazaq da. Buradan sıfırların ikisini ixtisar eləyək. 108 36-ya bölünür. Burada 1, burada 3 qalacaq. 6-nı da buradan sıfırların ikisi getmişdi. 10-a vuranda eləyəcək 30 metr bölünmüş saniyə. Deməli 108 kilometr bölünmüş saatı metr bölünmüş saniyə çevirdik. Yəni 1 saniyədə 30 metr gedir. Onda qatarın uzunluğu 600 metrdir. İndi qatar uzunluğu 600 metr, ya daha doğrusu tunelin uzunluğu 600 metrdir. Qatarın öz uzunluğu da var, onu bilmirik. Bizə normalda T necə tapılır? T bərabər S bölünsün V'dir və yaxud da biz elə buradan S'i tapaq da birbaşa. S bərabər V vur T'dir, düzdür. İndi bizdə V'miz nə oldu? 30 metr bölünmüş saniyə. S'imiz onda S bərabər olacaq. Neçə saniyə keçib? 36. Onda olacaq sürətimiz 30 vurulsun 36. Bu da bərabər eləyəcək 108
1080 metr. 1080 metr. İndi burada tunelin uzunluğu 600 metr. Doğrudurmu? Onda burada 600 bu 1080 metrin 600 metri tuneldirsə, onda çıxaram yerdə qatarın öz uzunluğu qalır. Burada da qalacaq nə? 580 metr. Deməli qatarın öz uzunluğu nə qədər imiş? 580 metr. İndi deyir ki, dayanacaq sərnişinin yanından neçə metr neçə saniyə keçər? Deməli sərnişin yanından tam ötüb keçmək üçün neçə metr qət eləməlidir? 580 metr də. Yəni bunun öz uzunluğu 580 metrdirsə, burada olan sərnişin də yanından keçmək üçün 580 metrin hamısı, yəni qatar bütünlüklə o sərnişin yanından aralanmaq üçün 580 metr qət eləməlidir. Onda biz də yenidən nə edəcəyik? T bərabər S bölünsün V'dir. Buradan da olacaq T bərabər 580 bölünsün. V'miz də 30'dur. Bu da bərabərdir. Sıfırlar ixtisar gedir. Burada deyəsən tam bölünmür. Bəli. Təqribən böləndə nə olacaq burada? Neçə saniyə keçər? Lap elə belə saxlayıq da 358 saniyə keçəcək. Keçik 27-ci suala. Deyir uyğunluğu müəyyən edin. Deməli uşaqlar biz elə burada verilən ifadələri elə birinci tam hissələrin, kəsr hissələrini tapaq, ondan sonra uyğunlaşdıraq. Məsəl üçün deyir. Burada məsəl üçün birinci kök altında 7 çıxılsın 3 var. Ümumiyyətlə biz bilməliyik ki, ədədin özü bərabərdir. Ədədin tam hissəsi üstəgələk nə? Kəsir hissəsi. Doğrudurmu? İndi biz buradan ədədimizin özü budur, düzdür? İndi biz burada kəsr hissələrdə tapmaq lazımdır, tam hissələrdə. Gəlin tam hissəsini tapaq. Bunun tam hissəsi təbii ki, təqribən hesablayacaq. 7-dən təqribən çıxır neçə? 7-dən çıxır 2 tam, tutaq ki, onda 8 olsun. Bundan da 3 çıxanda nə qalacaq? Mənfi 0,2. Bunda tam hissəsi həmişə bir vaxt biz böyük götürürük mənfilərdə. Olacaq nə? Mənfi 1. Kəsr hissəsini tapaq. Burada tam hissəsi mənfi 1 olduğu üçün artıq ədədin özündən belə desək, tam hissəni çıxanda kəsr hissə qalır. Yəni kök altında 7 çıxılsın 3-dən çıxacam mənfi 1. Bu da olacaq kök altında 7. Burada müsbət olacaq. Müsbət 1 ilə də 3'ü toplayanda, mənfi 3 toplayanda eləyəcək mənfi 2. Deməli, bu oldu tam hissə, bu oldu kəsr hissə. Düzdürmü? Yəni, ədədin özündən tam hissəni çıxdıq, qaldı kəsr hissə. Aha, deməli, burada bunun üçün bəzən belə də yazırlar. Ədədin kəsr hissəsi bərabərdir. Tam hissə, ədədin özü çıxılsın tam hissə. Belə bir düsturda yazırlar. Fərqi yoxdur, eyni bir düsturdur. İndi bizdə burada hansı variant olacaq? Bir dənə kəsr hissə kök altda 7 minus 2 oldu. Bəli, bir dənə birinci sualda, daha doğrusu ifadəyə oldu D variantı. 2, 3 də yazaq. Keçdim ikinciyə. 3 çıxılsın kök altında 10. Gəlin tam hissəsini tapaq. Onda olacaq 3 çıxılsın. Ondan da 3 tam neçə çıxır? 3 tam onda 2 deyək. Bu da olacaq təqribən nə? Mənfi 0,2. Yenə tam hissəsi mənfi 1 olacaq. Burada ədədin özündən də, yəni 3 çıxılsın kök altı ondan da çıxacam nə? Tam hissəni. Çıxıram mənfi 1. Tam hissə mənfi 1'dir. Buradan çıxanda toplanılacaq, olacaq müsbət 1. 1 ilə də 3 toplayanda olacaq 4 çıxılsın kök altında 10. Bu oldu tam hissə, bu da oldu kəsr hissə. Bizdə kəsr hissə var, tam hissə yoxdur. 2Y variantı. Burada birinci nədir? Deyir kəsr hissəsi verilmiş ədədin özünə bərabər xeyr. Keçək üçüncüyə. Kök altında 10 çıxılsın 3. Buradan olacaq 3,2 çıxılsın 3. Təqribən çıxarsaq burada qalacaq 0,2. Bunun da müsbət ədədlərdə tam hissə artıq tam hissədə olan ədəd götürülür. Yəni 0'dır tam hissəsi. Tam hissə. Bir də ədədin özündən tam hissəni çıxacaq. Yəni kök altında 10 çıxılsın 3. Tam hissədə 0 idi. 0 çıxanda elə nə qalacaq? Elə kök altında 10 çıxılsın 3 qalır da. Yəni özü qalır. Burada deməli kəsr hissəsi özünə bərabərdir. Doğrudur. Bir də tam hissəsi 0'dır. Doğrudur. B variantı. Bu da belə. Yəni yekun cavabımız oldu bu. Keçək 22-ci suala. Deyir, üstüzanın ABC tərəfləri şərtini ödərsə üstüzanın perimetrini tapın. Deməli uşaqlar, burada hər biri moduldadır gördüyünüz kimi. Moduldakı cəmlər 0'dan kiçik olmaz. Çünki müsbət. Onda deməli bunların hər biri nə olmalıdır? 0 olmalıdır ki, toplayanda 0'dan kiçik olması da ən azından bərabər olsun. Onda olacaq A plus B minus 13 bərabər 0. Sonra olacaq burada A, daha doğrusu B plus C çıxılsın 14 bərabər 0. Bir də olacaq A plus
C çıxılsın 15 bərabər 0. Burada da uyğun olaraq yazsaq hər bir ədədi sağa keçsə olacaq nə? A üstə gəlsin B bərabər 13. Burada olacaq B plus C bərabərdir 14-ə. Bir də A plus C də bərabər olacaq 15-ə. Alt-alta toplasaq hər birini. Onda burada olacaq 2 dənə A. 2A üstə gələk 2B üstə gələk 2C bərabərdir 13, 14, 15. Cəmləri də eləyəcək neçə? 42. Buradan hər tərəfini 2-yə bölərəm. Olacaq A plus B plus C bərabər 21-ə. Elə burada da A plus B plus C bizə nə verir? Perimetri verir də 3 tərəfin cəm. Yəni bu da olacaq nə? 21 yekun olaraq. Keçsək 23-cü suala. Dir ifadəsinin qiymətini tapın. Elə 24-ə qədər izah eləyərik. Yəni yarısını 48 sual olmalıdır. Yarısında növbəti gün sabah paylaşaram izahını. 23-cü sual. Dir ifadəsinin qiymətini tapın. Deməli, baxaq ki, biz buradan nə edə bilərik? Buradan görək, biz iki ifadəni cəm kimi göstərə bilərik. Burada bərabər deyəcək. Kökün altında 14, üstə gəlsin, kök altında 3, üstə gəlsin. Kökün altında burada 7-ni yazaq, 4 plus 3 kimi. Burada çıxılsın, 4 kökdə 3-ünü də yazaq, 2 vurulsun, 2 kök altında 3 kimi. Bu da bərabərdir. Olacaq kökün altında 14 üstə gəlinsin. Səliqəli yazaq. 14 üstə gəlsin. Kök altında 3 üstə gəlsin. Burada nəyin kvadratı olacaq uşaqlar? Bax, birinci vuraq ikincinin ikimiz. Burada 2 ilə 3 bizim ədədlərimiz olacaq da. Bu elə bil nədir? 2 çıxılsın kök altında 3-ün kvadratının açılışıdır da. Və yaxud da bunu belə də yazmaq olur. Kök altında 3 çıxılsın 2. Çünki kvadratı modulda çıxacaq, müsbət olmalıdır da daxil. Elə müsbət yazaq, birbaşa özünü çıxarır. Burada birincinin kvadratı var, ikincinin kvadratı var. Birinci olaraq ikincinin ikimisi var. Deməli, bizdə oldu nə? Kök altında 3 plus 2-nin kvadratı. Burada bu kökün kvadrat gedəcək, bərabərdir. Yekun olaraq qalacaq. 14 üstə gəlsin, kökün altında 3. Üstə gəlsin, burada daha doğrusu çıxmadı. Kök altında 3, çıxılsın 2. Bir dəqiqə uşaqlar, burada üzr istəyirəm. Burada 2 çıxılsın kök altında 3 elə özü müsbətdir. Burada birbaşa cüt dərəcədən modul da çıxıraq. Ona görə iç daxili müsbət eləyirəm ki, bir də yerini dəyişdirib çıxartmayaq. Da ümid edirəm başa düşdünüz. Buradan 3-lər gedir. 14 ilə də 2-ni toplayanda qalır 16. 16-dan da 4 çıxır. Kökümüz oldu A variantı. Keçsək 24-cü suala, sonuncu sualımız. Deyir 20% xeyirlə satılan mal satış qiymətinə 20% aşağı 384 manata satılır. Malın maya dəyərini tap. Deməli 20% aşağıya satılır. Yəni 80%-nə satılır da bu. 80% 384. Çünki deyir 20% aşağıda. Onda 20% aşağıdırsa, yəni 80% 384. Onda 100%lik satışı bunun nə olmalıdır? 1x yazsa. Buradan da x bərabər olacaq nəyə? 384 vurulsun 100 bölünsün 80. Buradan sıfırların bir ixtisar gedir. 384-də 8-ə bölünər də yəqin. Bölək ki, şifahi şəkildə 38-in içində 8 4 dəfə. Buradan ixtisar 4 dəfə. 4 dəfə 8 32 çıxanda 64-ün içində 8 dəfə 48. Bu da eləyəcək nə? 480. Deməli oldu bizim qiymətimiz nə? 480 manat. Normalda satış qiymətindən 20% aşağı. Yəni 20% aşağı olmasaydı satış qiyməti onda buradan yazıram satış qiyməti onda nə qədər olardı? 480 manat. Düzdür? İndi deyir 20% xeyirlə satılan mal. İndi malın maya dəyərini tapın deyir. İndi 20% xeyirlə satılsa 480 manata, onda bu 120% olur da. Yəni 120 480 isə biz maya dəyərini, yəni 100%-liyi tapmalıyıq bu səfər. Yenə deyirəm, normalda maya dəyəri məsəl üçün 100%dir. İndi deyir 20% xeyirlə 480 manata satılıbsa, onda 120%-imiz 480 olur. 100%-imiz, yəni maya dəyərimiz də x olur. Buradan yenidən çarpaz vursa olacaq 480 vurulsun 100 bölünsün 120. Elə 480 120-yə bölünür 4 qalır. Düzdürmü? Bəli, 4 də 100-ə vuranda 400. Deməli, maya dəyərimiz neçəymiş? 400. Belə. Bugünlük bu qədər. Ümid edirəm bəyəndiniz, anladınız. Hər hansısa sualınız olsa şərh bölməsində və yaxud da Telegramdan yaza bilərsiniz. Telegramda da yenə PDF-lər paylaşıram. Daxil olub, abunə olub, oradan da PDF-lər əldə edə bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Geri qalan hissəsini isə sabah paylaşacağım. Yenə baxarsınız, bir-birindən gözəl suallar var. Ümid edirəm sualları da bəyəndiniz. Çətin olmağı sizi qorxutmadı. Eyni zamanda asan suallar da var. Həm açıq, həm qapalı. Həm birinci qruplar, həm də ikinci qruplar işləsə, tövsiyə edirəm şiddətlə. Baxsa əla olar. Sağ olun, özünüzə yaxşı baxın.